Join əməliyyatları ilə bağlı nəzəri hissəni bitirdikdən sonra onları layihəyə tətbiq etməyin zamanı gəlib çatıb. Gördüyünüz kimi burada avtomatik olaraq Left Outer Join seçilmişdir. Aşağıya nəzər salsaq, birinci cədvəldə olan 258 sətrin hamısının seçildiyini görmüş olarıq. Əgər Join Kind hissəsində Right Outer Join seçərsək, burada ikinci sorğudakı 7 sətrin hamısının seçildiyini görmüş olarıq. Həmçinin birinci sorğudan da 7 sətr ikinci sorğu ilə uyğunlaşmışdır. Əslində bu sonda 7 nəticə alacağımız mənasına gəlmir. Hələ də sorğuların sırası vacib hesab edilir. Yəni burada yuxarıda olan Codes Control Region adlı sorğu left query, yəni sol sorğu, aşağıdakı isə right query, yəni sağ sorğu hesab edilir. Yəni bu sıralama hər zaman ikinci sorğudan məlumatları əlavə edəcəyimizi göstərir. Qoşulma növləri isə, yəni join kinddə göstərdiyimiz qoşulma növləri məlumatların necə uyğunlaşdırılacağını müəyyənləşdirir. Yəni cədvəllərin bir-birinə məlumat əlavə etməsinə təsir göstərmir. Yeri gəlmişkən burada biz full outer join seçimindən də istifadə edə bilərik. Gördüyünüz kimi uğurlu nəticə əldə etdik. Həmçinin inner join-də istifadə etdikdə yenə eyni nəticəni almış oluruq. Əgər anti-join seçimindən istifadə etsək, hər hansısa bir anti-join, yəni left anti və right anti hər hansısa birindən istifadə etsək, bütün sətirlərimiz xaric edildiyini görmüş olarıq. Nəticədə boş bir cədvəl ilə qarşılaşacaq. Mən bunların hamısını ayrı-ayrı toxunmuram. Əgər istəsəniz, siz özünüz də edib yoxlaya bilərsiniz. İndi isə inner join seçimindən istifadə edərək davam edə bilərik. Hal-hazırda inner join klik edirəm və sonra OK seçirik və qarşımıza yeni bir sütun çıxmış olur. Gördüyünüz kimi Code Control Region cədvəlinə yeni bir sütun əlavə edildi. Bu sütunun adı məlumatların götürüldüyü sorğunun adı ilə eynidir. Region Names, Region Names. Demək olar ki, ilk baxışdan bu sütuna məhz Region Names sorğusu özü əlavə edilib. Həmçinin hər bir sətrə table yazılıb. Burada olan simvola klik edək. İlk olaraq bütün sütunların burada seçildiyini görürük. Yəni əlimizdə 2 sütun var. Lakin biz sadəcə region name seçəcəyik. Odur ki, həmin işarəni region kodun qarşısına götürürük. Çünki onsuz da region kod burada bizim Codes Control Region sorğumuzda vardır. Odur ki, bizə sadəcə region name sütunu lazımdır. Və buradan biz use original column name as prefix seçimindən qarşısından, üzr istəyirəm, nişanı qaldırırıq. Çünki burada istifadə edilən adın biz sütunun adı olmağını istəyirik. Gördüyünüz kimi sütun adı sorğunun adıdır. Məhz bu işarə klik etdiyimiz zaman sütun adı, yəni yeni yaradacağımız sütun adı həmin sorğunun adı olacaq. Lakin biz məhz eyni sütunun adı olmağını istəyirik. Ona görə də mən o işarəni qaldırmış oldum. Hal-hazırda OK klik edirəm və gördüyünüz kimi region name adlı sütun əlavə edilmiş oldu. Bəli, ilk birləşməmiz uğurlu alındı. Burada region kodlarının qarşısına düzgün region adlarının yazıldığını görə bilirik. AC qabağına Asiya, EU qabağına Avropa və digərləri yazılmışdır. Təbii ki, Region Names adlı cədvəldə biz baxsaq əgər heç bir dəyişikliyin olmadığını görmüş olarıq. Biz digər cədvəldən sadəcə məlumatları almış olduq. Yəni Region Names adlı cədvəldən bu məlumatları alaraq Codes Control Region-a əlavə etmiş olduq. Əgər Region Names adlı cədvəli mən sağ klik edib delete etmək istəsəm, gördüyünüz kimi bir xəbərdarlıq mesajı qarşımıza çıxır. Çünki bu cədvəli biz istinad, yəni referans kimi istifadə edirik. Codes Control Region cədvəlini son olaraq məlumatlarla bu cədvəl təmin edir. Məhz son olaraq Codes Control Region cədvəlinə əlavə etdiyimiz Region Name sütununun məlumatları Region Names-dən bəsləndiyinə görə biz bu sorğunu və ya bu cədvəli silə bilmərik. İndi isə bizim ikinci birləşmə etməyə ehtiyacımız vardır. Çünki Codes Control Region adlı cədvələ yeni əlavə etdiyimiz, hal-hazırda mən baxım, yeni əlavə etdiyimiz Region Name sütunu dim region cədvəlinə əlavə edilməlidir. Yəni əvvəldən də əsas məqsədimiz bu idi.
dim regiondə countrylərin qabağında onların region adlarının yazılması. Əsas məqsədimiz budur. Odur ki, dim regionə daxil oluram. Yenidən Home tabında Combine hissəsindəki Merge Queries üzərinə klik edirəm. Əgər yadınızdadırsa, oxa klik etdikdə iki seçenek qarşımıza çıxır. Yeni sorğu əlavə etmək və mövcud sorğu üzərində əlavə etmək. Ona görə mən birbaşa klik etdim və biz mövcud dim region sorğusuna hal-hazırda yeni bir sütun əlavə edəcəyik. İkinci sorğu kimi biz buradan deməli Codes Country Region sorğusunu seçirik. Sonra ortaq sütun olaraq Country ID və ID-ni seçirik. Burada bir qədər gözləməli olacaq. Çünki bu proses bir neçə dəqiqə çəkə bilər. Sonraki bölümdə biz artıq query editordan çıxacaq və bu tip gözləmələr də sona çatmış olacaq. Bir neçə dəqiqə hal-hazırda proses davam edəcək. Bəli, artıq proses tamamlandı və 199 sətirdən 193-ünü uyğunlaşdıra bilərik. Join kind hissəsində yenidə left join seçilmişdir. Gördüyünüz kimi left outer join seçilmişdir. Təbii ki, bu tip birləşdirmə işimizə yarayacaqdır. Lakin burada biz hansı məlumatların problem yaratdığını öyrənməliyik. Yəni, hansı ID-lərin ayrıla bilmədiyini bilməliyik. Çünki əlimizdə ilk sorğudan, yəni dim region sorğusundan 6 ID uyğunlaşmadı. Odur ki, burada left outer join seçimini left anti join seçimi ilə dəyişirik. Bu halda həmin 6 ID qarşımıza çıxacaqdır. Onu da qeyd edim ki, hazırda proyektin ən uzun müddətli fasilələrini yaşamış ola bilərsiniz. Bu tip fasilələr bu nöqtədə demək olar ki, qaçınılmazdır. Odur ki, bu tip əməliyyatlar zamanı bir neçə dəqiqə gözləməli olacaqsınız. İndi isə burada o klik etdikdə ayrıla bilməyən ölkələrin siyahısı qarşımıza çıxacaq. Hal-hazırda yüklənmə davam edir. Bəli, artıq qeyd etdiyim 6 ölkə kodu və həmin ölkələrin adları qarşımıza çıxmış oldu. Hansı ki, burada olan 6 ölkə kodu dim region sorğusunda olduğu halda Codes Country Region sorğusunda yoxdur. Odur ki, bu səbəbdən də bayaq 199 sətirdən 193-ə uyğunlaşa bilmişdi. Bu problemi həll etmək üçün növbəti dərsə nəzər salaq.